Salam küçük dostlar. Mən Aqila Uyğur. Bugün Ormanlıqdakı Oyunlar degan kitabның davamını oxuyuram. Eyiqli şah bolmaqçı. Yolvas bilan Şir əplişib qalğandan keyin ormanlıqda inaqlıq əsik gəldi. Şir bilan Yolvas özləri üçün tayarlagan ordularını oyunxanaga aylandırıb etdi. Hayvanlar bu iki oyunxananın birini Yolvas oyunxanası, yana birini Şir oyunxanası deb ad qoydu. Taxt günleri Yolvas oyunxanası da, cüp günleri Şir oyunxanası türlük oyunlar oynanıldıgan boldu. Şir bilan Yolvas mı oyunxanaga cəm bolğanlar arasında oturup köngül açatdı. Bu yerde her gün naxşı usul ləpər itot küldürgili orundulatdı. Yolvas bilan Şir mi oyun göstərdi. Mana bugün Yolvas oyun başlanış bilan səhnəyə çıxıb özünün aldın tizimliğan naxşısını etdi. Meni yaman demənglər, əndi yolda yatmayman, dost bob qaldım Şir bilan, doңdun billa atlayman. Mən əzəldən şah əməs, özüm yalğız yaşayman, qəyirtim bar, küçüm bar, yenidən iş başlayman. Bölkən buğa cərənlər, sizlər məndən qorxmanglar, quşlar əndi dərəxtə ürkəməsdən uxlanlar. Vəhşi əməz mən unca, mənmu yavaş mülayim, həmmənlərini hörmətləb qılay bugün mən təzim. O naxşını etib olub tamaşıbınlarga salam qılğan çağda alqış sadası əvcigi çıxdı. Şir Yolvasның naxşı eytalaydığınlığını mana bugün görüşüydü. Yolvasның naxşı onunğa xeyli təsir qıldı. Həm azıraq içdarlıqımı gəldi. O Yolvasның aldıda çenib qalması üçün bir-iki nomurdan keyin usul oynaydıqanlığını tizimlitib qoydu. Bugünkü oyunğa Cərən riyasətçilik qıladatdı. Cərən yanlış qədəmlər bilan səhnəyə çıxıb yeni nomurunu elan qıldı. Növbətdəki orduqlar Şir aleylərinin orundışıda usul Cərən şundaq deb elan qılışı bilan tamaşabanlar arası deyən qıyqas çuğan götürüldü. Bu yerde mana şundaq şadlıq oyunu qoyuluyatqanda ormanlıqqa tutuşub durğan təqbağırtki eyiqni önkürdü, çünki hələb eyiqi dadı eytivadatdı. Mən bu Şir yaki Yolvas padişah bolsun demegen, ularga ardın paydını sizni alam digin deptiken mən, ular cidəlinin çoğunu tereydiğanğa az qalğanda Heliqi Tursuncan degen adaş nədən gəldi. Tursuncan degenin Heliqi tapçaldığan balı şumu, o hayvanlarının tilini bildiğin ve hayvanca sözleydiğin üç adamның biri. Taş üstüde oturup kasısı ağırgan eyiq qozğılıb soradı. Tursuncan Tursuncandan başqa yana kim biz bilan paranlaşalaydı. Onun Cüzba isimli qoşmaq singilləri var. Uların bizning tilimizini bildi. Hemen onlarını görüp baxmaptıkən mən. Ular ormanlıqqa köp gəlmədi. Hazır imtihan vaxtı yaxınlaşıb qalğaşqa məktəbdə oxuyatıdı. Tətildə kelib qalishi mümkün. Tursuncan degen balının qo'lidagi heliqi narsa nemati haras dab, shu dab haqiqatan serigerken jumu. Shu kuni men o'zim tutib ololmay usul o'ynab ketdim. Ham bek rahat uxladim. Eyiq uyqusi kelgandek esnab kerilib qo'ydi. Voy tangay, tulki xafa bo'lgandek o'rnidan turib ketdi.
Onun depini hemmanlar ecep kaltıs çağlap kettanlargu çağlap kettanlargu tan. Yolbas bilen şırgu ezelden tili bir kara niyetler. Ular əplişəlməy aran turub tikən, dəymən bolmasa bir usul oynagan bağını bilən şundaq yaxın bolub ketəmdu. Burunmuğu daim sizning g'ayibingizni qilishadi. Ha, shu dab haqiqatan seyirlikkan jumu. Eyiqning parvasizligidan tulkining judini tutdi. Sizmi dapla dab qapsizg'u. Aşı dapның qandaq нәрсе ekanligini bilemsiz. Onundan adamlarning qanchalik eskiligini bilib alg'ili oldu. U dap bilan adamlarning yaxshi yamanligining ne munosabati bor? Ular siz uchrasangiz, sizni men uchratsam meni öldürüp terimizde şu dapni yasaydığı kim bildi onun kolundaki dap sizden yoki mening boğamning terisidan yasalganmidi. Şir bilan Yolbas aşı yalğanchi tusuq deganni ajabmi cho'ng ko'rib ketadigu. Cho'ng ko'rib ketadigu tan. Şir bilan Yolbasning bu ormanlik podshoh bo'lish salohiyati yo'q. Faqat sizningla podshoh bo'lish salohiyatingiz bor. Şundaq qilsak bo'ladi. Biroq sizdeki sür heyva qaddi qamat aql parasat menda bo'ldigan bo'lsa kechgacha bo'ngurda uxlab yotmaydim. Mana men sizlardek podshoh deb jakarlaydim. Yolbas bilan Shirni xizmatimga salatdim. Biz Hasalga amroq turib to'yg'idek bir hasal. Siz Hasalga amroq turib to'yg'idek bir hasal yapaqdingizmi? Sizni aşı hasal harileri jinda ko'zga ilma qo'g'lab chiqib, eg'iz burunlaringizni eshitibdi. Eyiq hasal degan so'zni anglab, sho'lgaylarini iqitqincha tumishqini yalab qo'ydi. Eğer siz podshoh bo'lgan bo'lsangiz, mana men sizga o'ng qo'l vazir bo'latdim. Bo'rni so'l qo'l vazir qilib berdim. O chaqda Shir bilan Yolbasni mo'llimishik qilib oldimga tizlandiratdim. O chaqda Hasal deganlar oldingizga o'zligidan keladi. Bu gaplarni anglab Eyiqning murasini shoh bo'lg'isi keldi. Tulki to'xtamay so'zlayotganini bilan Eyiqning qanday qiz shoh bo'lalaydiganligi haqida hech narsa demagan edi. Hey tulkijon, shoh bo'lishga menga xush yoqdi. Biroq qanday qilsam shoh bo'lalayman? Shoh bo'ldim debla shoh bo'lib olg'ili bo'landi. Sen bunaq gapni qilmay ko'tilda verdigan narsa Hasal hech xumari tutib ketgani yo'q, o'zini besib tulkini silkishlayapti. U tulkining jonga asqatmaydigan quruq gapidan zerikib qolgan edi. Tulki Eyiqning bundaq ochiqlanganligini ko'rib baxmag'ashqa cho'chib o'rnidan turib ketdi. U Eyiqni nima desam shuningga ma'qul deydi deb o'ylagan edi. O'ylamagan yerdan Eyiqning bundaq deyishi uni sal tamtirtib qo'ydi. Endi u Eyiqni qayil qilgudek biror amal topolmasa Eyiqning ishonchisidan ayrilib qoladi. Shunga chaqmoq tezligida bir amal topdi. Buning amali oson. Siz heliqi Tursunjon degan bolani qo'lga tushirib olsangizla, u sizning podshoh bo'lishingizga yordam qildi. Shundaqmi, u bolani nerdan topaman? U bolaning uyi odamlar mahallasida kashqurunlari mahallaning chetiga berib yoshirinib tursangiz, u bolani uchirtisiz. U
Uday məktəbinin bəğədi dab öyrəndi. Yəni bir neçə gündən keyin onlarning balalar bayramı bolandikin hazırmı şu bağda yalğız dab çelişini məşq qılıvatıdı. Berib onağa əhvalını aytsanız, Tülkü gepinin axırını çıxaralmay yutuvatdı. Çünkü o ayıqның tusuq bilan görüşüb birər işni vücudqa çıxarışıga közü yetmedi. Onun üstüge ayıq bugün başqa günlərdikiga qaraganda aqıllıq bo'lib qalgandek Tülkünün gepləriga yomon bilan qaravatdı. Hemen Adamlılar Mahallesi'deki o məktəbinin bəğini obdan biləmən. Əmisi sen mən bilan birlə barsan bolmamdı. Ayıqның bu sualı Tülkünü teximi təmtirtivatdi. Rast gepni qılsam mening barmağınım tüzük. Tursuncan bəzi uquşmaslıqlar səbəbidən mənə nəhayət öş bo'lib qalğan. O ikkimizning yaqinligini bilsə, sizgimi yaxşı muomala qilmasligi mumkin. Şuna hazırgacha onunğa ikkimizning munosabatini bildirmaganimiz yaxshi. Bopda əmsə, mən mağdım. Ayıqның oşuq töşük gep qılmağını Tülkünün şillisidən ağır bir yükünü eləyətkəndək boldu. Maqul sizge ağ yol diləyman. Görüşkice aman bolun. Tülkü pəs avazı şundaq dep qoyub çandırmayla tikivetdi. Ayıq üçün Həsən toyğudək yeyiş padişah bolğanlıq bilan baravar idi. O küngü toyğudək Həsən yiyələydiğən iş bolsa tezrək hərəkət qılay dep oyuldu da özü mas gelmegen çaqqanlıq bilan tusuqның mahallesiga qarab yürüp ketdi. Balalar bayramıga yana 2 gün qalğaşqa tusuq Mahmud bovayning ko'rsatib bergani bo'yicha maktab beg'ining xilvat yerda dab chelishini mashq qilyotdi. Dabning yoqimli nag'masi ayiqning tusuqni tepishga yordam berdi. Ayiq tamning o'rilib ketgan yerdan boqib kirib, pam bilan tusuqning yoniga keldi. Assalomu alaykum Tursunjon. Bu chaqda tusuq dab chelayotg'achqa ayiqning ovozini anglamay qoldi. Ayiq ovozini önlükrek chiqarib, yana salom qildi. Assalomu alaykum Tursunjon. Va alaykum assalom dedi. Va alaykum assalom. Tusuq yanında turgan ayiqni ko'rib tantirab qoldi. Ha ayiqjon, sizga bu yerga qo'rqmay qandoq keldingiz? Sizni izlab kelgan edim, boshqa odam ko'rinmadi. Menda biror ishingiz bormidi? Shundaq sizdan yordam so'rab kelgan edim. Men o'rmonlik podshoh bo'lay degan. Biroq sizning yordamingiz bo'lmasa podshoh bo'lolmaydi ekanman. Podshoh bo'lishimga yordam qilsangiz, men sizning har qanday ishingizga yordam qilardim. Ayiqning bu gapini anglab tusuqning kallasiga bir o'y keldi. Men sizning podshoh bo'lishingizga cho'qim yordam qilaman. Undaq bo'lsa siz mening bir ishimga yordam qila olamsiz. Qaysi ishingizga? 7 gündən keyin bizning bayramımız bo'ldi. Hayvanlar o'yinxonasidagi artistlarni akilib bayramlik o'yin qo'yib beralamsiz. Chataq yo'q. Ayiq tezla javob berdi.